Bu Allahın xüsusi bir lütfüdür. Öz lütfü sayəsində bizləri yenidən Rəcəb ayı kimi mübarək bir aya gəlib çıxmağı nəsib etdiyinə görə Allaha həmd sənalar olsun. 3 möhtərəm ay ardıcıl gəlir. Bu möhtərəm aylar insanın həyatında mühüm dəyişikliklər yaradır. Əslində, dəyişikliyə bizim nə ehtiyacımız var? Niyə görə dəyişikliyə ehtiyacımız var? Çünki bir çox problemlərimiz var. Dəyişikliyə ona görə ehtiyac duyuruq ki, müşkillərimiz, problemlərimiz var. Həmin müşkillərin, problemlərin yaranmasının əsas səbəbi isə yol verdiyimiz günahlardır. Günahlarımız həyatımızda çətinliklərimizin yaranmasına səbəb olub. Günahlarla yükləndiyimizə görə işlərimiz çətinləşib. Görsən, kompüter çətin işləyəndə nə edirlər? Format eləyirlər ki, yüngülləşsin, rahat işləsin. Sanki bu 3 ayda həmin funksiyanı yerinə yetirir. Bu 3 ay insanın mənəvi şəkildə, mənəvi cəhətdən format olunmasına, yenilənməsinə səbəb olur. Yenidən insaniyyətinə qayıtmasına səbəb olur. Və bu məsələ ilə də insan bir çox çətinliklərdən nicat tapmış olur.